Çox məşhur bir deyim var. Çox işləyən adamın pul qazanmağa vaxtı qalmaz. Ümumiyyətlə, kapitalizm cəmiyyətində insanlar artıq dərk eləməlidirlər ki, onların vaxtı pula bərabərdir. Zaman itkisi pul itkisi deməkdir. Mən düşünürəm ki, ümumiyyətlə, indiki zamanda ixtisas seçimi o qədər önəmlidir ki, bunu mütləq şəkildə əvvəlki qayda olaraq evdən, ailədən, universitet müəllimlərindən yox, mövcud dünyada, qloballaşan dünyamızda baxmaq lazımdır ki, ümumiyyətlə, tələbat hansı sahədir, hansı sahə üzrə ixtisaslaşmaq lazımdır ki, daha çox pul qazana biləsiniz və bunun üçün daha az vaxt sərf edəsiniz, daha az fiziki iş imkanlarınızdan istifadə edəsiniz. Məhz elə bu barədə daha çox məlumat almaq istəyirsinizsə, səhifəmizi izləməyə alın. Belə ki, mən Vaqif Hüseynov sizin onlayn mentorunuz olaraq yaxın müddət ərzində maraqlı videolarla qarşınızda olacağam. İstənilən bir mövzuda, hər hansı bir iqtisadi mövzuda sualınız varsa, buyurub çəkinmədən səhifəmizə yaza bilərsiniz, videonun altında şərh bölümündə yaza bilərsiniz. Hər bir ağıllı sualla bağlı mütləq ki, fərqli bir mövzuda video ilə qarşınızda olacağam. Görüşərik.